Allaha ibadət eləmək nə vəzifə ilə deyil, nə malla mülklə deyil. Allah ona ibadət eləməyi, ona dua eləməyi istədiyinə nəsib edir. Lakin bizim başımıza Allah Teala birbaşa Kəbənin daxilində Allaha dua eləməyi nəsib edir. Allaha dua eləyib demişdi ki, mənə güc ver və qüvvət ver, torpaqlarımızı qaytarmaqda mənə yardım et. Və nəticədə də hamımız şahid olduq. Gün-bə-gün, saat-saat, dəqiqə-bə-dəqiqə, saniyə-saniyə izləyirdik çıxışları. Ölkəmizin qalib olmasını. Allah Teala deyir ki, وَمَنْ نَصْرُ إِلَّا مِنْ عِنْدِ اللّٰهِ الْعَزِيزِ الْحَكِيمِ. Qalibiyyət yalnız hikmətli, qüdrətli olan Allah tərəfindən. Allah qalibiyyət verdi. Və görürsünüz dəyərli qardaşlar, Allah qalibiyyəti nəsib eləyəndən sonra alınan torpaqların hər birisində adamın ilk işi Allah üçün ev tikmək idi. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə deyir ki, Mən bənə lillahi məscidən bənəllahu ləhu beytən fil cənnə. Kim dünyada Allah üçün bir məscid tikərsə, Allah cənnətdə onun üçün ev tikər. Allahdan istəyirəm ki, Allah Teala bizim ölkəmizin rəhbərini daha da izzətləndirsin. Allah Teala onu əli ilə ölkəmizə olan xeyirlərini artırsın. Allah Teala onun qəlbinə güc, qüvvət versin, qədəmlərini sabit eləsin. Həmçinin Allah Teala ayədə buyurur ki, İn tansurullah yansurukum. Əgər siz Allaha kömək etsəniz, Allah sizə kömək eləyəcək. O insan Allaha kömək eləyir, müsəlmanlara yardım eləyir. Allah da ona qalibiyyət verir. Maşallah baxırsan, vallahi onun çıxışlarına insanda vətənpərvərlik hissi oyanır. Mən elə bilirəm ki, elə bir Azərbaycanlı, vətənini sevən, millətini sevən, Quranla, sünnətlə gedən elə bir insan yoxdur ki, ona baxanda fəxr eləməsin.